Bəli, Almaniya qaçqınların əmək bazarına çıxışını sürətləndirməyə planlaşdırır. Bu barədə Almaniyanın Daxili İşlər Naziri Aleksandr Dobrynin də açıqlama verib. Bild nəşrinə verdiyi müsahibədə o deyib ki, təxirə salınmaz işə götürmə planı hazırlayıb ki, bu da qaçqınlara Almaniyaya gəldikləri 3 aydan sonra iş tapmağa imkan verəcək. Bura gələn hər kəs işləyə bilməli və tez işləməlidir. İnteqrasiyanın ən yaxşı forması iş dünyasına inteqrasiya etməkdir, deyə nazir bildirib. Və məqaləyə görə miqrantlar sığınacaq müraciətlərinin hələ də baxılma mərhələsində olmasına baxmayaraq artıq işləməyə başlaya biləcəklər. Məlumata görə qaçqının işləmək və ya işləməmək barədə qərarı onun sığınacaq müraciətinin nəticəsinə təsir etməyəcək. Lakin işləməyə başlayanların gəliri sosial yardım ödənişlərinin hesablanmasında nəzərə alınacaq. Və qəzeti məlumatına görə artıq sığınacaqdan imtina olunmuş və ya məsələn, saxta məlumatlar verərək hakimiyyət orqanları ilə əməkdaşlıq etməyən şəxslər bu proqramdan kənarda qalacaqlar. Və xəbərə əlavə olaraq qeyd edə bilərəm ki, Daxili İşlər Nazirinin təşəbbüsü Almaniyanın indiki demoqrafik və iqtisadi çağırışlarını əks etdirir. Ölkə bir sıra sahələrdə işçi qüvvəsi çatışmazlığı ilə üzləşib və qaçqınların əmək bazarına sürətli çıxışı bu çatışmazlığı belə deyim, kompensasiya etmək yolu kimi qiymətləndirilir. Ekspertlər vurğulayırlar ki, bu yanaşma həm miqrantların sosial inteqrasiyasını təşviq edə, həm də sosial yardım sisteminə olan təzyiqi azalda bilər. Eyni zamanda hələ statusu tam müəyyən olunmamış şəxslərin işə qəbul etməyə, işə götürənlərin nə dərəcədə hazır olmaması ilə bağlı da suallar var. Və beləliklə təxirə salınmaz işə götürmə planı inzibati tədbir olmaqla yanaşı, həm də iqtisadiyyat və cəmiyyət üçün yeni sakinləri iş vasitəsilə inteqrasiya etmə qabiliyyətini yoxlayan bir siqnaldır. Belə çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə.